İstəyirəm öz izləyicilərimdən bir fikir bölüşüm. Sizin də fikirləriniz mənim üçün çox maraqlıdır həqiqətən. Günlərdir fikir verim, tele aparıcılar və müğənnilər arasında reyting söhbəti gedir. Ki xalq mahnıları, ifaçıları gəlirsə reyting vermir. Bayağı mahnı deməzdim də, musiqi savadı olmayan və musiqi zövqü olmayan, musiqinin nə olduğunu bilməyən ifaçılar gəlir reyting verir. Çünki onlar çox üzr istəyirəm ifadəmə görə hamısına aid olmasa da, hər kəsə aid deyil, İraq yaxşılardan təlxəklik eləyirlər. Amma nədənsə biz xalq mahnıları ifaçıları çox tənbəllik təlxəklərin qarşısında, gəlin bu reallığı qəbul edək. Həqiqətən tənbəllik, bir də nə pulumuza qıymırıq. Çox da gözəl qazanırıq. Allah hamının qazancını özünə gözü dolusu xeyir işlərə xərcləməyi nəsib etsin. Mən xalq artistlərimizə söz deyəcək həddə deyiləm, estağfurullah. Amma mən öz bakaleyam, öz yaşıtlarım, əməkdar artist, xanəndələrimiz, xalq mahnıları ifaçılarımızdan üzümü tuturam. Bir izləyici kimi, bir tamaşaçı kimi oturam evdə, mən televiziyaya baxıram, tələbələrinizdən efirə çıxırsınız, fonoqrama ifa edirsiniz. Nə dərəcədə düzgündür? Bu yaraşırmı adımıza, sanımıza? Bu yaraşırmı muğam ifaçısı olmağımıza? Baxın, çoxunuz Milli Konservatoriyada dərs deyirsiniz. Opera balet teatrında işləyirsiniz. Milli Konservatoriyada xalq çalğı alətləri bölümündə nə qədər uşaqlarımız təhsil alır? Niyə pulunuza qıyıb efirə dəvət eləmirsiniz onları? Niyə eləmirsiniz? Maşallah. Qazanırsınız, qazanırıq. Allah artıq eləsin. Bəs bu uşaqları kim həvəsləndirsiniz? Siz eləməyin, o eləməsin, bu eləməsin. Çıxırsınız efirlərə, maşallah, hamınız opera balet teatrında işləyirsiniz. Niyə Əsli Kərəmdən, Leyli və Məcnundan, niyə görə balaca xırda tamaşalar göstərib, opera balet teatrında tamaşaları izləyə bilməyən, izləməyə gələ bilməyən, bəlkə də hardasa imkanı çatmayan izləyicilər üçün niyə onlardan göstərmirsiniz? Niyə müarifləndirmirsiniz gəncləri, insanları? Tar, kaman, əlinizdə dəf. Onunla nə ifa edə biləcəksiniz, hara qədər? Axı bu günləri bizim dəstgah təqdim edə biləcəyimiz verilişlər çox azdır. Niyə efirlər ansamblla, yeni proqramlarla, yeni repertuarlarla, fərqli proqramlarla çıxmırsınız? Niyə konservatoriyada, İncə Sənət Universitetində təhsil alan orkestr, ansambl uşaqlarını dəvət eləmirsiniz? Axı, onların da təhsilinin bir bəhrəsi olmalıdır. Əməkdar xanəndələrimiz, azmı qazanırsınız? Azmı qazanırıq. Yəni, biz oradan öz kasıb canı ilə təhsil alan tar ifaçısı, kəman ifaçısı, nağara ifaçısı, qarmon ifaçısı, nə gözəl istedadlı uşaqlarımız var. Yəni, siz 5 nəfər, 4 nəfər bir yerdə efirə çıxanda hərənizin ola bilməz ki, cibində bir 100 manat, 200 manat pulunuz olmasın ki, bir yerdə atışasınız, cəmləyəsiz o pulu və bir gözəl bir ansambl yaradasınız. O ansamblından çıxıb sənət göstərəsiz. Eyni repertuarı tar kamanla nə qədər ifa eləmək olar? O nə reyting verəcək? Hansı zövqə oxşayacaq? Axı, inkişaf etməliyik. Deyil. Nə zamandır bunları demək istəyirdim mən? İnkişaf edək də biraz. Biraz günah bizdədir. Bilirsiniz, bu günləri o özünə hörməti olmayan, bədəni ilə mi desək, kimi ilə mi desək, efirlərdə çıxıb ağzına gələni danışa-danışa, sənətin adını batıran, sənətdə olan xanımların adını batıran, bəylərin adını batıran müğənnilərimizə meydanı biz açırıq. Siz açırsınız. Mən verilişdən çıxıb gələndən sonra mənə zəng vurub deyirlər ki, təşəkkür edirik. Çox gözəl reyting vermişik. Çünki cibimə qıyıram. Ansambl çağırırıq. Düzdür? 3 dəfə fonoqrama ilə efirə çıxanda ki, yeni mahnıları təqdim etmək üçün 3 dəfə də canlı ansamblla çıxıram. Niyə eləmirsiniz bunları? Desəm ki, məşq etməyə yeriniz yoxdur, var. Hamınız konservatoriyada dərs deyirsiniz, maşallah. Muğam mərkəzinin qapıları hər birimizə açıqdır.
Təşəkkür edirəm buradan dəyərli tarizənimiz Sahib Paşazadəyə. Siz orada nə zaman yığılıb ansambulla məşq eləmək istədiniz də muğam mərkəzində sizə imkan yaranmadı buna. Çoxunuz da orada işləyirsiniz. Niyə ansambl yığıb cibinizə qıyıb sənət göstərmirsiniz? Eyni mahnıları oxumaq sənət göstərməkdir. Yalnız və yalnız tar kamanla efirə çıxmaq hansısa zövqə oxşamaqdır. İnanın Allaha ki, 10 insandan ikisinin bu günlər zövqünü oxşaya bilərsiniz. Çünki sənəti batmağa biz vadar etmişik. Bax, belə tənbəlliyimizlə. Bizim bu cür titulumuz var. Bizə bu cür dəyər verilib. Niyə haqqını vermirik bu adın? Bu adın haqqını niyə vermirik? Niyə tənbəllik eləyirik? Bu adları boşuna mı daşıyırıq? Boşuna daşıyırıq bunu. Xanəndə çıxır efirdə xalq mahnısını, fonogram oxuyur. Bu aranjman olunmuş mahnı deyil. Tələbələrlə çıxır, fonogram oxuyur. Nə dərəcədə düzgündür bu? O birisilər də çıxır, fonogram oxuyurdu. Onda sənin fərqin nədir? Səni niyə çağırsınlar? Yeni mahnın olarsa tamam. Bu başqa məsələ, bunu təqdim etmək lazımdır əlbəttə ki. Amma nə olar ki, bu qədər təhsil alan ifaçılar var. O uşaqların cibinə bir 5 manat qoyub, yığılıb bir pul ciblərinə qoyub məşqə çağırsanız, efirə çağırsanız, onları da həvəsləndirsəniz, olmazmı? Olar. Niyə sənətimizi bu qədər cılızlaşdırırıq? Nə olar ki, ansambulla efirə çıxıb yeni proqramlar tutun. Yeni proqramlar üzərində işləmək lazımdır. Hər birinizin də məşq eləməyə yeriniz var. Məşq eləməyə imkanınız var. Ansambula pul verməyə imkanınız var. Çünki çox yaxşı məclislərə gedirsiniz. Və maddi qarşılantılarınız da var. Var yəni. Tamam? Niyə bu qədər təhsil alan uşaqları həvəsləndirmirsiniz? Tək mən eləməklə olmur ki. Bir-iki nəfərin bunu etməklə alınmır. Bu adın haqqını niyə vermirik? Niyə vermirik? Ona görə də meydan açırıq boş-boş oxuyanlara. Onlar da çıxırlar, reyting qazanırlar. Və sənətin adını batırırlar. Bax, sənin adını batırırlar, mənim adımı batırırlar. İllərimizi vermişik təhsilə, ay xanəndələr. Ay xanəndə yoldaşlarım. O qədər gözəl ifaçılarsınız ki, mən şəxsən öz sənət yoldaşlarımı böyük bir zövqlə dinləmək istəyirəm ansambulla, fərqli ifalarla. Ona görə də əzizlərim, televiziya aparıcıları ilə, televiziya ilə reyting davası etməyək. Günahın 40% onlardadırsa, 60% də bizdədir. Biz adımızı, sanımızı alıb niyə tutmalıyıq ki? Niyə sənətimizi inkişaf etdirmirik ki? Mən istəyərəm ki, mənim qızım otursun evdə, xırda bir tamaşaları, hansısa bir verilişdə, Tolikün verilişində, nə bilim, digər verilişlərdə, Zarun verilişində, sonra Aytəkinin verilişində, Vüsalənin verilişində otursun, izləsin. Leyli Məcnun tamaşasını evdən görsün. Mən qızımı hər dəfə tamaşa yaparmağa vaxtım olmur. Niyə görə maarifləndirmirsiniz? Mən sizdən çox xahiş edirəm. Dönə-dönə xahiş edirəm. Nə olar, sənətimizi itirməyəyim, batırmayalım. Uşaqlarımızı həvəsləndirib ansambulla efirlərə çıxar. Deyirsiniz ki, biz o adın haqqını veririk, müəlliməyik, müəllimik, pedaqoq, muğam mərkəzində çalışırıq. Konsertlər olur. Sonra opera balet teatrında çalışırıq. Tamaşalarımız olur. Azərbaycan neçə milyondur? Hər kəs gələ bilir o konsertə. Hər kəs gələ bilir o tamaşaya. O tamaşaları görən varmı? Niyə lent yazısı eləyib efirlərə çıxanda onları təqdim eləmirsiniz ki, baxın Azərbaycan xanəndələri nə tamaşalar verir? Siz o tamaşaların lent yazısı ilə gəlsəniz, hansı veriliş onu təqdim etməyəcək? Hər biri təqdim edəcək. O tamaşaları efirdə canlı-canlı oynasanız, hansı veriliş buna yox deyəcək? Heç biri deməyəcək. 2 milyonluq Azərbaycandan nümayiş elətdirin bu gözəl sənəti. Hamınızın da maşallah, o qədər gözəl səsi var. Mükəmməlsiz. Çünki xanəndəsiz. Çünki xanəndəyik.